Salam, hər vaxtınız xeyir olsun. Qızlar, necəsiz? İnşallah hər biriniz yaxşı olasınız. Mən də şükür Allah yaxşıyam, yaxşı olmağa çalışıram. Deməli, dünənki videoda qızlar sizə dedim ki, buralar dağınıqdır. Kənardan baxıram, yəni dağınıqdır. Hal-hazırda da baxıram, görürəm ki, dağınıqdır da, artıq şeylər var. İnşallah gələcəkdə yeni bir mətbəxim olsa, bax belə açıq heç nə eləməyəcəm. Açıqda heç nə saxlamayacam. İnşallah gələcəkdə. Birincisi həm toz yığır, həm də ki belə səliqəsiz görsənir də. Yəni qoyursan ora, yəni də səliqəsiz görsənir. Ona görə mən nə edəcəm indi qızlar? Bir xanım dedi ki, bəs bunları götürək buradan. Götür. Nə edəcəm indi qızlar? Nəzrin otağında, Nəzrin bir dənə balaca o vaxtın uşaqlıq stolu var. Onu gətirəcəm, qoyacam bax bu xaladenikın böyrünə. Bu deməli sobanı qoyacam həmin stolun üstünə və xaladenikin üstü boşalacaq. Xaladenikin üstünü qəşəngcə silim və bu artıq şeylər ki yoxdur, hamısını yığacam xaladenikin üstünə yığacam. Onda bu stolun üstü boşalacaq. Bir xeylən boşalacaq. Sonra da Temudan mən zakaz eləyəcəm. Kərpişli nakleykalar, 3D nakleykalar və stol üstü vinil. Hətta bu divara da əvvəlcə bir dənə bu hissəni eləyəcəm. Daha sonra yenə həmin şeydən xoşuma gəlsə vurudursam, bu divar üçün də alacağım. Bir də bura üçün elətdirəcəm. Belə vaxtımı uzatmayayım, çünki bu günləri həm yeməyim var, yemək bişirməyəcəm, bu günləri qənd eləyəcəm. Qənd içindəki mənim qozu yoxdur. Gedərik Ləzzət Çərəzə, oradan qozu alım, qəşəngcə onu üydəcəm və bu günləri evdə bişmiş şey eləyəcəyik. Nə eləyəcəyik? Qənd bişirəcəyik. Bu printusları sildim. Köhnədir də. Bunlar hamısı köhnədir, hamısı dağılmalıdır. Hamısı götürülməlidir, hamısı sıfırdan olunmalıdır. İnşallah eyb yox, heç nə olmaz. Müvəqqəti belə şey eləmək lazımdır, idarə etmək lazımdır. Deyə baxın qızlar, gətirdim. Buranın üstünü silək. Yadınızda da bunu qoymuşdum bu dəfə. Bura. Nəzrin usta bunu işlətmir. Gəlin bunu sobanı gətirim qoyum bu yana.
Çıxdım qızlar. Kuxnanı yığışdırdım. Açıqlıdı. Yəni ki, belə dəzgahın üstü hər yeri açıldı da, çox qəşəng görsəndi. Sobanın içərisində sildim, təmizlədim. Ay ya, bunlara baxın. Ne yiyirlər orada? Hə. Elə qəşəng təmizləndi. Soba yuxarıdaydı. Hər dəfə onu yuxarı çıxıb oranı təmizləməyə ərinirdim. İndi yaxşı oldu. İndi gedirəm ləziz çərəzə. Orada qozalım gəncə üçün. Sonra bulgur pişireyim. Bulgur. Evdəkilər bulgur istədilər. Bizdə qız, məndə evdə bozartma var. Yəni biz tərəfdə məsəl üçün yoldaşım tərəfdə bozartma deyirlər. Biz tərəfdə sos deyirlər də. Nəzin onu istəmir yeməyə. Heç istəmir yeməyə. İnanın. Pişi. Ay, elə bildim ölü be. Hə. Bozartma evdə oldusa, bu uşaq yaxın durmur da. Ac qalar, amma yemək yeməz. Heç sevmir də yeməyi. Hə, bulgur tez pişireyim. Qənd eləyim. Belə sabahda sup eləyərəm. Yaşıl mərci alım, qəşəng sabahlar sup eləyim. Fındık, qriçka, qoz, mərci, bulgur. Bu kadar. Baxın qızlar, keçən səfər soğan var idi. Bizdə evdə soğanın içini xoşlayırlar. Mən yeməyi xoşlayırlar. Mən onu kəsəndə artıq soğan qalır. Onları çəkirəm, qoyuram dondurucuya. Qəşəng oldu beləyə. Çox bəyəndim qızlar. Baxın bu tərəfdən. Baxın. Çox qəşəng. İndi bunları yuyacağım. Artıq şeyləri götürəcəm. Vəssalam. Super oldu ya. Çox bəyəndim. Çox. Bax görürsüz, yenə də biraz qarışıq görsənir. O da ki kafelə görədir.
Gəlin başlayaq artıq qəndi hazırlamağa. Qabları da yudum. Yeməyimizi yedik, iftarımızı açdıq. Allah bütün oruç tutanların iftarını qəbul eləsin, orucunu qəbul eləsin. Burada bulgur elədim. Qəşəng də çıxmışdı, dad da çıxmışdı. Burada padliv eləmişdim. Artıq yemişidiyə azalıb. Burada da çörəyə qoymuşam. Dedi, söndürüm. Oy, çox gedib. Ağzını, qapağını açıq saxlayım. Hə, indi neyinirik? Birə-birdir. Qəndi hazırlayanda birə-bir hazırlamaq lazımdır. Deməli, 1 kilo pesok, 1 kilo süt. Burada da sütdür, qaynatmışam. Burada deməli qozu ovdum. Yəni ki oxlu ilə də, yəni bundan əzdim. Siz maşınka ilə eləsəydim yağı çıxacaqdı. Ona görə belə elədim. Bu belə. İndi nə qədər məndə var? Məndə birə-bir deyil. Necə deyim sizə? 1 kilo deyil, 1 kilodan biraz azdır. Ona görə gözə yarı eləyəcəm. Deməli, neyinirsiniz? Siz birə-bir, 1 kiloya 1 kilo eləyin. Əlavə elədiniz qabın içərisinə. Sabahları şəkər tozu alım. Çünki sabahları pişirmək istəyirəm. Kətə. Deməli, mən sizi otuzdurmuş dativə. Bir dəqiqə. Belə. Belə. Bunun üzərinə deməli süd. Üstü örtəcək qədər örtür. Köpürsüz bunu. Gedirsiniz, gəlirsiniz, qarışdırırsınız. Qoymursunuz ki, bu yapışsın. Üstünü örtdü. Burada biraz süt saxladım. Sabah üçün, kətə üçün. Bunun altını yandırırıq, qoyuruq qaynamağa. Qaynaya qaynayandan sonra altını biraz azaldırıq. Hər dəfə gedirik, gəlirik, qarışdırırıq. Gedirik, gəlirik, qarışdırırıq. Bildiniz necə? Və suyu, qozu da ki, hələ tökmürük. Qozu mən deyəcəm, göstərəcəm sizə nə vaxt tökməyə lazımdır. İndi mən bunu qoydum, qaynasın. Qaynara düşən kimi görəcəksiniz ki, qalxır yuxarı, köpüklənir, qalxır yuxarı, altını azaldırsınız. İndi mən bunu doldurum, çay qoyum qaynamağa. Köpme üzrədir. Deməli qızlar, baxın bax, beləcə artıq köpük gəlir. Görürsüz, tam suyu çəkinib, amma şey də qalmayıb da, yəni
Sulu da deyil, qatı da deyil də. Bax beləcə ortada. İndi bunun altını da biraz azaldacağım ki yavaş-yavaş hər şey getsin. Bu biraz da suyu çəkiləndən sonra qozu əlavə edəcəm. Görürsünüz, qarışdırıram. Kənarlardan götürürəm, qarışdırıram. Baxın, görürsünüz, köpü biraz azaldı. Görürsünüz necə oldu. Baxın qızlar, bax beləncə eləyəndə görürsünüz ki, belə xət qalır. Bunun içərisinə tökürəm ki, qoz qarışsın. Burada dayan, hələ heç yerə getmə. Ancaq gərək gözünüz üstündə ola. Bu momentlərdə gözünüz üstünüzdə olsun ki, qaçırmayasınız. Daşmasın da. Çox az qalıb, çox az qalıb. Tökdüm bunun içərisinə. O bilsiz necədir? Köpükləndi. Biraz orta ateşdə qoyursunuz ki, tam belə köpüklənməsin də. Ara sıra gəlirsiniz, qarışdırırsınız. O ki, görürsünüz ki, suyu çəkilir, bayaqlar çəkdiyim kimi. Suyu tam çəkilir yavaş-yavaş. Qozu əlavə edirsiniz. Ya ərik qurusu, kişmiş, nə istəyirsiniz də. Lap istəyirsiniz, heç nə əlavə eləməyin. Döktünüz, gözləyin. Artıq görürsünüz ki, suyu tam çəkilmək üzrədir. Vam odda eləyin, çünki pesoklaşa bilər də. Yavaş-yavaş eləmək lazımdır ki, vam odda qarışdırmaq lazımdır ki, siz onu tutasınız. Gördünüz ki, məsəl üçün qaşığı bax belə eləyəndə görürsünüz ki, belə biraz artıq gec gəlir. Belə iki yerə bölünür. Artıq demək olar ki, hazırdır. Bax bu da qətdir. İndi qoymuşam, yağladım listi. Tökdüm. İndi gözləyirəm ki, soyusun. Kendi doğradım. Sizə bunun dadını necə demək sizə yamsıda bilmirəm. İndi Azərbaycanca necə düzgün ifadə olunur o. Siz bunun bir dənə dadına baxsaz, dəhşət bir şeydir qızlar. Eləyə bilən hazırlasın.
İnanın, heç peşman olmayacaqsınız. Biz nə gözəl dadır. Yəni su ilə yox ha, immini südlə. Südlə eləyin, qozda vurun. Mən necə əzmişdim qozu. Diri-diri olanda keçən dəfə eləyəndə mən diri-diri eləmişdim. Bəzi yerlərində qoz var idi, bəzilərində yox idi. Ona görə bu dəfə mən əzdim. O qədər dadlıdır, o qədər dadlıdır. Dəhşət bir şeydir də. Yəni bu artıq rasionumuza daxil elədik bunu. Hə, bayaqları oğlum da girib içəri deyir ki, mama deyir, kuxna nə qəşəng olub. Çox qəşəng olub. Buralar çox yaxşı açıldı. Geniş oldu. Qabları yumuşam, onları bir dənə yer-bir eləmək lazımdır. Vəssalam, belənçini bir dənə belə göstərim. Bu tərəfdən yox, bu tərəfdən göstərim, qoy. Bax belə. Bugünü burada videomu tamamlayım. Ümid edirəm ki, bəyəndiniz. Kuxlanın da halını bəyəndiniz. Qəndin reseptini də bəyəndiniz. İnşallah hazırlayın. Mütləq hazırlayın. Gedib oradan-buradan məsəl üçün gedib konfet almaqdansa bunu eləyin, özünüz bişirin. Nə qədər vaxt sərf olundu buna? Ən uzağı saat yarıma. Ən uzağı saat yarıma çəkdi. Qoxusu, dadı, tamı, hər şey yeri yerində. Hər birinizi öpürəm qızlar. Gedim bunu görüm hara qoyuram. Qapağını da bağlayım. Çox sağ olun ki izlədiniz. Dəstək oldunuz. Hər birinizi öpürəm. Gecəniz xeyrə qalsın. Gələn videolarda görüşmək ümidi ilə. Hələlik.